bu günləri sən də, Şükran da sosial mediada aktiv olan bir insanlarsınız. Bu günləri 5 il, 10 il, Nadimlə danışdım, 10 il bundan qabaq sosial yox idi, çətin idi də. Ancaq ki, sosial olmayanda da siz maşallah efirlərdə idiniz də. Bugünkü gün ATV-də, kanallarda, buradan hamıya salam göndərir. Ancaq bugün sosial media var və bugün ümumiyyətlə Şükran da aktivdir, sən də aktivsən sosial mediada, hamı bunu görür. Səhifələrimiz də maşallah aktivdir. Sosial media olmasaydı necə olardı? Bizim o internetsiz dövrümüz var idi. Ev telefonları və yaxud da Motorola zatları, Ericssonlar təzə çıxanda, balaca Nokialar. Onda hamı bir-biri ilə oturub doyuncaq söhbət edə bilirdi. Doyuncaq, nətər deyim, yığışırdılar, danışırdılar. Amma olmasaydı təbii ki, olar. Yenə bugünkü həyatımız, yaşadığımız həyat tərzi nə tələb edirsə, ona uyğun yaşayır insanlar da bugünkü. Biz də ona uyğun necə yaşamışıqsa 5 il, 10 il, 5 il yox, 15 il, 20 il bundan